Əslində bir obraz yaratmadım. O səhnədə gördüyünüz iradə həqiqətən də evdəki iradədir. Ulduz eyni zamanda bir insandır. Onun da bu həyatda fərqli istəkləri, missiyaları var. Artıq uşaq deyildim ailə qurduğumda ki, dönüb anasının, atasının arxasından ağlayacaq qədər heç bir zamanda önümə şərt qoymadı ki, səhnədən ayrılacaqsan, evinin xanımı olacaqsan. Əsla. Kənara çəkilmək mənim istəyim idi, mənim arzum idi. Mənim A, B, C planlarım olmayıb bu həyatda. Bölüşəcək şeylər var, bölüşməyəcək şeylər var. Yəni Səni gördüm, sevindim. İllər öncəyə qayıtdım. Sən deyə bilərəm də. əlbəttə ki, dostluğumuz var. İllərdir bir-birimizi tanıyırıq. Məncə biz sən deyə danışa bilərik. İllər İradə İbrahimovanı dəyişmədi. Niyə? Əslində dəyişdi. Amma kənardan dəyişilmədiyimi görürsünüzsə, o başqa. Vizual olaraq dəyişilməmək başqa, amma mən daxili olaraq dəyişdiyimi düşünürəm. Və bu məni çox xoşbəxt eləyir. Nələr dəyişdi İradədə? İradə çox gözəl yaşalır. Çox özünü üstünə qoya-qoya, təkrardan inşa edərək, həyatı boş yaşamayaraq, hər anımı gözəlliklərlə dolduraraq. Əslində dəyişən çox şey var həyatımda. Bəlkə bugün o dəyişilənlərdən danışaq. Həyatımla bağlı yaşadığım hər şey mənim üçün, necə deyim, önəmli məqamdır. Onlar mən edən tərəflərdir, məqamlardır. Yaxşı ki, var. Onlar qəmgin də ola bilər, onlar sevincli də ola bilər. Hər halıyla mənimkidir, mənə aiddir. Ona görə mənim üçün çox dəyərlidir. İradə İbrahimova populyarlığının ən pik nöqtəsində. Sanki özünə cəza verdi. Uzaqlaşdı bu aləmdən. Mən bunu cəza olaraq adlandırmazdım. Tam tərsi. Amma haqsızlıq etdin də. Ən populyar ulduz birdən-birə çəkildi kənara. Amma populyar ulduz eyni zamanda bir insandır. Bir qadındır, xanımdır. Onun da bu həyatda fərqli istəkləri, missiyaları var. Mən onları da boynu büküb qoya bilməzdim əslində baxdığımızda. Ona görə haqsızlıq da demirəm, tam tərsi iradəyə su kimi, hava kimi lazım idi bu uzaqlaşmaq, həyatına fərqli bir istiqamət vermək. Bu cəza deyil, əsla deyil, tam tərsi. Hətta deyərdim ki, keşke bütün cəzalar belə bir cəza olsun. Keşke eyni zamanda həm səhnədə, həm də ailəmdə, ailəmin içində, övladlarımla da bərabər ola biləcəyim bir, yəni necə deyim, məqam ola bilsəydi, yəni elə bir yarada bilsəydim şəraiti. Amma bəzi səbəblər var ki, mənim əlimdə olmayan səbəblər. O səbəbləri istərdik bilək. O məsafə idi təbii ki. Amma məncə o məsafə olmasaydı, mən burada belə ailə qursaydım, böyük ehtimalla mən səhnədən uzaqlaşacaqdım. Çünki ailə mənim üçün çox tərəzidə ağır yerdə durdu. Hələ də elədir təbii ki, mənim üçün ailə. Kənardan izləyəndə adi İradə kimi özündə mi o boşluğu hiss edirdin? Əslində o boşluğu təbii ki, bir sənətçi olaraq insan içində bir darıxır səhnə üçün, mahnılar Yox, bir tamaşaçı kimi baxanda düşünürdünmü ki, kaş ki İradə indi səhnədə olaydı? Bəli, bunu mən dəfələrlə də özümə də etiraf etmişəm. Sadəcə insanların, ətrafımın, sizlərin etirafından başqa mən özüm də özümü hər zaman səhnəyə yaraşdırmışam. Və səhnədə olmağı şərt olan fiqurlardan biri olduğumu hər zaman
özümlə də danışarkən, bəli, sən səhnəyə yaraşırsan. Sən səhnəyə çıxanda iradə, sənin fərqli, Allahın sənə verdiyi fərqli bir işıqla çıxırsan. O an o işığı hardan alırsan, necə alırsan, nə olur o baxışı atırsan ya da o jest edirsən, bilmirəm. Onu bilmirəm. O görünməyənin verdiyi bir duyğudur. Amma bunu heç kimlə paylaşmamışam. Sadəcə içimdə yaşamışam bunu. Və bugün paylaşdıq. Bugün paylaşdım. Yəni onu o zaman paylaşsaydım həyat yoldaşım fərqli başa düşərdi. Mən orada çünki həyat yoldaşıma mən burada çox xoşbəxtəm. Mən burada səhnənin həsrətini yaşamıram. Hər şeyim yəni hər şeydən daha üstündə yaşayıram. Hər şeyim çox belə yəni mən razıyam bu həyatımdan. Yəni bunu da ona hiss etdirirdim. Bunu ona hiss etdirmək məcburiyyətindəyəm. Məcburiyyətindəydim də. Çünki o da məni buradan qoparanda özünü günahkar hiss edirdi. Ki məni səhnədən ayırdı. Məni istər-istəməz çünki o da məni səhnədə görüb sevib. Necə tanış olmuşdunuz? Səhnədə, yəni mən artıq müğənni idim. Biz tanış olmuşduq. Ona görə o məni heç bir zamanda önümə şərt qoymadı ki, səhnədən ayrılacaqsan, evinin xanımı olacaqsan. Əsla. Kənara çəkilmək mənim istəyim idi, mənim arzum idi. İradə, çox maraqlıdır. Sən xasiyyətdə bir insana necə sevgi etirafı eləmək olar? Çünki adətən İradə İbrahimova deyəndə hər sözü ona demək olmaz. Hər belə deyək də sözü deyəndə gərək əvvəlinə, sonuna, vergülünə, nöqtəsinə belə diqqət eləyəsən. Çünki sən bu cür tanıtdırmışdın özünü bizə. Ki bir Yəni, İradə İbrahimova bir obraz yaratmışdın ki, yəni mən bu cürəm. Əslində bir obraz yaratmadım. Mən elə bil ki, harmanladım xasiyyətimlə səhnədəki xarakterimi. Yəni o səhnədə gördüyünüz İradə həqiqətən də normal evdəki İradədir. Sadəcə olaraq bəzi məqamlar var ki, onlar ora daxil deyil. Amma gördüyünüz İradənin həyatdakı İradədən heç bir fərqi yoxdur. Yaxşı ki deyirəm hər zaman. Yaxşı ki mən belə bir xasiyyətim var ki, onu da yansıtmışam səhnəyə, geyimlərimə, jestlərimə, müsahibələrimə. Yəni bunun necə deyim, bu oynanılacaq bir şey deyil də. Bir səmimi etiraf edeyim, həmişə mənim üçün iki İradə olub. Ailə qurana qədər olan İradə İbrahimova, Təbii ki. özünü çox sevən, hətta deyərdim ki, biraz da eqolu və hökmran bir obraz. Bir də ailə qurandan sonra çox səmimi, sakit, hər şeyi bir başqa cür qəbul edən və bir başqa yanaşmaya yanaşan İradə İbrahimova. Əslində ikisi də eynidir. O hökmdarlığı olan dediyin İradə hələ də var. O yox deyil. Amma onun sadəcə olaraq yerlərini qarışdırmıram artıq. Ego tamamilə yoxdur. Ego var idi. Ego əslində Məsələn, bu sənət eqonu sevir. vacibdir. Yəni bu qaçınılmazdır. Bu ego olmalıdır. Amma o ego mənim içimə ağırlıq verdiyi üçün mən ondan arınmağa çalışdım. Mən ondan təmizlənməyə çalışdım. İllər içində. Amma iki fərqli iradə var. Ailə qurandan öncəki iradə, ailə qurandan sonraki. Amma mənim qəlbim, mənim şəxsiyyətim, mənim həyata baxışım, mənim insanlığımda heç bir dəyişiklik yoxdur. O ana xəttləri ki olur insanın olduğu kimi qalır yerində. Dəyişən heç bir şey yoxdur. Əlavələr olunubdu, bəzi çıxartmalar olubdu. Bax belə, nə bilim. Neyi çıxartmısan? Dediyim ki, biraz öncə dedik, ego. Artıq daha çox dinləyirəm, daha çox qulaq asıram. Həmən nəsə mövzunun içinə özümü daxil etmirəm. Məsələn, bu da var. O da
Bir çox şeyi uşaqlar əslində mənə öyrətdi, övladlarım öyrətdi. Onlardan həmişə deyirəm ki, çox şey öyrənirəm. Onlar dinləmək, onların məsələn o inadlaşma var idi məndə. Artıq baxıram ki, nə istədim, ana olduqdan sonra övladınızla əsla inadlaşa bilmərsiniz. Maraqlıdır iradə yaxşı anadır, yoxsa yaxşı rəfiqə? Yox, iradə anadır. İradə rəfiqə ola bilməz. Əsla ola bilməz. Mənim övladlarımın rəfiqəsi çox olacaq, amma anadan bir dənədir. Ana bir dənə olur həyatında insanın. Ona görə mən övladlarımla ümumiyyətlə biri var dülgər olmaq, biri də var bağban olmaq. Mən övladlarımla dülgər olmaq istəmirəm. Mən bağban olmaq istəyirəm. Dülgərlik bilirsiniz ki, o ağacı mükəmməl bir şəkildə bir şəkilə gətirmək üçün əlindən gələni eləyir. Amma bir də var bağban. Mən bilirəm ki, o gülün tikanı var. Mən bilirəm ki, yarpağını tökə bilər, yaxşı baxmasam. Yəni o tikana görə də gülüdən üst çevirmirəm. Yəni mən çalışıram ki, onları olduğu kimi sevim. Onların qolunu, budağını qırmadan onlarla yəni bu əslində rəfiqəlik deyil. Bu empatiya qurmaqdır. Mən övladlarımla bu şəkildə yəni onlara əlimdən gəldiyi qədər demirəm ki, mükəmməl bir anayam. Yəni bağban necə baxır çiçəyinə, gülünə, bağçasına. Mən o şəkildə davranmağa çalışıram. Hər şey bölüşürlərmi sənlə? Mən demək olar ki, hər şey bölüşürlər, amma həyatlarının hər şeyində bölüşməklərini istəmirəm. Yetəri, yəni mənim bilməyim qədərində bölüşsünlər məndən. Hər şey bölüşməkləri mən özüm də onlara söyləyirəm. Bölüşəcək şeylər var, bölüşməyəcək şeylər var. Yəni bir məşhur xanımın ölkədən kənarda olması, doğmalarından kənar qalması və demək olar ki, illər uzunu bir evdar xanıma çevrilməsi. Bax, o illəri necə yaşadın? O illəri sevərək yaşadım, istəyərək yaşadım. Təbii ki, həsrət yaşayıram. Yəni doğmalarımla bir arada olmaq arzusu, istəyi hər zaman içimdə var. Onların yoxluğunu hər zaman hiss edirəm yanımda. Amma özüm özümə təskinlik verirəm, özüm özümə səbir, özüm özümə necə deyim, əlimdən gəldiyi qədər sakitləşdirməyə çalışıram özümü. Bunun üçün də bir çox səbəblərim var əslində. O səbəbləri dayanaraq özümə təskinlik verirəm. Bəzən də özüm özümə deyirəm ki, belə baxdığımızda qapının harda olursan, o qapının arxası artıq qürbətdir. Qapıdan çıxdın. Yəni bəzən olur ki, yaxınında belə olsan, geriyə dönməyə bilirsən ya da görüşə bilməyə bilirsən. Övladlarıma, onları tanımağa, həyatı öyrənməyə, həyat yoldaşı necə olur, gəlin necə olur, olunur. Bütün bunlara özümü daha çox belə həsr etdim, edirəm də, hələ də öyrənirəm. Yəni necə deyim, artıq uşaq deyildim ailə qurduğumda ki, dönüb anasının, atasının arxasından ağlayacaq qədər artıq böyümüşdüm yəni. Yəni necə deyim, böyümək çox da gözəl bir şey olmadığını da ailə qurandan sonra öyrəndim. Məyərsə tələsirik də böyümək üçün. Böyüməyin nə qədər sancılı olduğunu da ailə qurandan sonra, ayrılandan sonra ailəmdən öyrəndim. Amma gəl razılaşaq ki, sən böyüməyi də gizlətmədin, hətta yaşını da gizlətmirsən. Sən ailə quranda hamı fikirləşirdi ki, İradə də getdi, bir ildən sonra qayıdıb gələcək, hamı kimi deyəcək ki, mən də getdim, ailəm alınmadı və ya xəyanətlə özləşdim və çıxdım, gəldim və davam elədim. Amma sən sübut elədin ki, bir müğənni qadın, bir ulduz, bir sənətinin zirvəsində olan bir qadın ailə də qura bilər, övlad da dünyaya gətirə bilər və gözəl ana da ola bilər. Əslində mən bunu heç kimə sübut etmədim. Mən bunu özüm Yox, sübut yəni etdim. biz bir sənətçilərə olan münasibətimizdə bunu anladıq.
yəni sənət insanların biraz ailədə bəxti gətirmir. Yəqin ki, oradan yola çıxaraq bunu söyləyirsiniz. Amma mən heç kimə heç bir zaman heç nəyi sübut etmək niyyətində olmamışam. Mən hər zaman özümlə savaşım olub. Özümü sübut etmək istəmişəm. Hətta yəni bunun əslində gerisində, keçmişimdə fərqli məqamlar var ki, öz şəxsi ailəmlə bağlı. Orada bir sübut var. Orada sübut etmək üçün bir hərəkətə keçmişəm, bir çaba sərf etmişəm bunun üçün. Öz ailəmə. Yəni onlar mənim səhnədə olmağım üçün, səhnədə olmağıma hər zaman etiraz ediblər. Onlar çox narahat olublar ki, mən ailə qura bilməyəcəm, mən bu səhnəyə artıq tozunu uddumsa, bu əslində ailəm üçün onlara təsdiq etmək istədim, onlara sübut etmək istədim ki, baxın, siz mənə görə narahat idiniz, amma heç bir narahatlığa səbəb yoxdur. Mən ailədə qururam və sadəcə dırnaqarası ailə qurmaqdan getmir söhbət. Mən əsl sizə layiq, özümə layiq bir ailə quracam və inşallah ki, Allah yəni mənim necə deyərlər, bu bir yastıqda qocalmaq duası ki var. O duanı Allah tərəfindən qəbul olunacaq. İnşallah. 17 ildir ki, mən ailəliyəm və Elə bir dünən idi. Elə bir hər şey dünən idi və övladlarımın yoldaşımla bərabər daha gözəl günlərini görməyi arzu edirik. Hətta qocalığımız üçün bir özümüzün planımız, proqramımız da var ki, artıq yaşlanandan sonra, övladlar gedəndən sonra biz necə bir ömür sürəcəyik, bərabər necə yaşayacaq, onların belə xəyallarını qururuq. Bəlkə açıqlayasan. Maraqlıdır o xəyallar bizə. Əslində yoldaşımla xəyallar təbii ki, ikimiz balaca bir evə köçəcəyik. Biz indi 3 mərtəbəli evdə yaşayırıq. Xəyalımız daha kompakt, daha balaca, şirin bir evdə, dəniz kənarında bir evdə yaşayacağıq. Səhər oyanacağıq, o gedəcək balıq tutmağa. Öz yaxtasında, teknesində. Ondan sonra turlara çıxacağıq, adalara gəzəcəyik. Ondan sonra getmədiyimiz şəhərlərə, ölkələrə gəzəcəyik. Yəni İradə ev işlərini özü mü görür? Yardım edən yardımçım var, amma yemək işlərini daha çox özüm önə atıram. Əlinin duzu var mı İradənin? Valla var deyirlər, amma bilmirəm. Yəni bunu əslində Ceyhun bəydən soruşmaq lazım. Bu uşaqlardan var yəqin ki. Hər ananın əli ləzzətlidir övladı üçün, ailəsi üçün. Sən gedəndə hamı fikirləşirdi ki, hətta söhbət eləyəndə kimlərlənsə, show biznesdən dedilər, İradə, onun kitabı bağlandı. O getdi ailəsinə, evdə, mətbəxdə yeməyi bişirməyə. Bir gecənin içində sübut elədin ki, İradə İbrahimova elə İradə İbrahimovadır. Gəldim və bir gecənin içində mahnı aləmi dağıtdı. Bəli. Fikirləşirəm ki, mənim səhnəyə gəlişim, ömür yolum səhnədəki olsun, həyat yolum olsun. Bunlar hamısı yazılıb, hamısı, yəni biz talih qismət deyirik adına. Əslində talih qismət deyil, bu həyat artıq alın yazısıdır. Bu yazılıb. Təbii ki, mənim də cəhdim var o həyata keçməyində. Amma heç bir zaman mənim A, B, C planlarım olmayıb bu həyatda. Heç vaxt. Mən necə deyirlər, necə gəldiysə o cür yaşamışam. Bu mahnı da mahnının qisməti belə idi. Sənət yoluma baxdığımda çox dəyərli əsərlər də oxumuşam, amma tutmayıb. Yəni o mənim üçün əsərdir, hələ də elədir, amma tutmayıb. Yəni demək istədiyim odur ki, biz oxuyanda ya da bəstəkar mahnını verəndə bax sənə %100 hit verirəm deyirsə, bilin ki, o ya bəstə deyil, ya o bəstəkar deyil, başa düşürsünüz. Yəni ona görə də planlı, proqramlı bir şey deyildi. Biz bu mahnını 2022-də oxuduq
Mahnı tutdu 2025-də. Üstündən arasından 3 il keçdi, 2-3 il keçdi və mahnı tutdu. Mənim əslində oxuduğum mahnılarda da bunların hamısı tutsun dərdim də yoxdur. Mən ürəyimə yatırsa mahnını, mən mahnını hiss eləyirəmsə, o duyğusunu mənə keçirirsə mahnı, bəstə, mən o mahnını oxuyuram. Amma dur görüm bu mahnı tutarmı? Mən bundan daha çox toylarda ola bilərəm, məclislərə dəvət ala bilərəmmi? Əsla, əsla. Mən ümumiyyətlə show biznes haqqında deyil, ümumi olaraq hal-hazırda yaşadığımız dünyanın haqqında deyə bilərəm ki, biraz bilmirəm, bəlkə kobud çıxacağam, dünyanın başı xarab olub. Dünyanın. Razıyam. Sadəcə bunu biz show biznesə şamil etməyək. Bunu ümumi baxdığımızda hamının ortaq dərdi var əslində. Ürək ağrısı da var, amma sevindirən tərəflər də var. Sevindirən tərəflər nədir? Mən hələ də sevilirəmsə, dinlənilirəmsə, gənclər belə məni dinləyirsə, bu çox ümid verir, yəni insana, istər-istəməz sənət insanına, böyük ehtimalla bəstəkarlarımıza da. Amma bir kəsim var ki, onlar da yəni adına musiqi deyə bilməyəcəyimiz tərzdə mahnılar dinləyirlər, qulaq asırlar. O da işin acınacaqlı tərəfidir. Amma baxdığımızda bu əsrlər boyu belə olub. Sadəcə olaraq indi daha çox bir qabarıq bir şəkildə biz bunun daha çox tamaşaçısı var o mahnıların. O biraz bizi yaralayır. Amma dediyim kimi bu uzun davam etməz bir şəkildə. Rastına çıxırmı elə ifaçıların ifaları? Qətiyyən çıxmır. O bilirsiniz necədir? O əslində Heç tanımırsan. O şey kimi, o Instagramda bir şey dinlədiyində daha çox ya da bir şeyi izlədiyində o çoxalır axı. Bəli. Mən onları izləmədiyim üçün mən çiçəklərdir, böcəklərdir, yeməkdir, ondan sonra necə deyim, özlü sözlərdir. Yəni bax bunları şairlərdir, şeirlərdir, kitablardır. Bunlarla maraqlandığım üçün mənim önümə bunlar gəlir. Onları izləsəm %100 onların mahnılarında Heç tanımırsan. Heç dinləmirsən. Dinləmirəm, amma tanıyıram ad olaraq. O da niyə tanıyıram? Çünki hal-hazırda bilirik ki, daha yeni bir təmizləmə, bir iməclik işi görüldü. Allah min kərə razı olsun. Ona Yəni görə razısanmı o cür ifaçıların qadağaya qoyulmasından? məncə Və yaxud çıxış yolunu nədə görürdün? Məsələn, əgər qadağa qoyulmasaydı, çıxış yolu necə ola bilərdi? qadağa mütləq idi. Mütləq idi, vacib idi. Çünki mən demirəm ki, biz tamaşaçılar üçün, dinləyicilər üçün örnək. Mən demirəm, amma ən azından bizim oxuduğumuz musiqilər zövqləri korlamayan musiqilərdir. Amma ekran qarşısında oturan körpə balalarımız var, uşaqlar var, gənclər var. Onlar o mahnıları dinləyirlər və onların artıq zövqləri o yöndə formalaşır. O istiqamətdə formalaşır. Ona görə məncə qadağa vacib idi. Deyəcəksiniz ki, o gənclik ya da o zövqə malik olan insanlar onu dinləməyəcəkmi tapıb? Təbii ki, tapıb dinləyəcək. Amma bu mavi ekran dediyimiz yer bizim dövlətimizi təmsil edir. Bizim nümunəmizdir dünyaya. Açılan qapımızdır belə baxanda. Açıb efirdə o musiqiləri duyacaqsa hər hansı bir xarici bir vətəndaş biraz utanc vericidir məncə. Küslü olduğum bir kəs yoxdur. Mənim heç vaxt küslü olduğum heç kim olmayıbdı. Heç vaxt. Mən hamı ilə hər zaman bu şəkildə davam etmişəm. Çünki insanlar biz kollektivdə olmağı, yəni kollektivlə işləməyi bacarmaq lazımdır. Bizim sənət dostlarım da mənim əslində kollektivimə daxil olan insanlardır. Düzdür, fərqli insanlarıq, amma yenə də bir ortamı onlarla mən paylaşıram, bir yerdə çalışıram istər-istəməz. Ona görə hamı, necə deyim, mən bilirəm ki, birinin yerini dar etmirəm. Mən bilirəm ki, biri də mənim yerimi dar etmir.
necə deyim, girmişəm gül bağçasına, əzmədən, üstlərinə vurmadan, heç kimə heç nə etmədən oradan keçib getməliyəm də. Mən belə baxmışam və mənim bütün sənət dostlarımın hamısı mənim üçün, yəni dəyər verdiyim, sevdiyim sənət dostlarımın hamısı mənim üçün hamısı ayrı bir güldür, çiçəkdir, ətri var, qoxusu var, gözəlliyi var. Mən onların birinin üstünə vurub hansısa bir acı kəlməmlə ya da baxışımla keçməyim məni yüksəltməz. Biz hamımız insanıq, hamımız öyrənirik, hamımız hələ də öyrənəcəyik. Bu həyat yolunun sonuna qədər, sonunu bitirənə qədər, nöqtə qoyduğumuz ana qədər biz öyrənirik, biz şagirdik, biz tələbəyik və necə deyim, məzun olacağıq vədalaşanda. Mən öz adıma onu deyirəm ki, mən vədalaşdığımda məzun olacağam bu həyatdan. Biz də hələlik burada nöqtə qoyuruq. Tamaşaçılarımın sevgisinə, hörmətinə hər zaman dualarımdadır ki, Allah məni doğru yoldan ayırmasın və onların sevgilərinə, hörmətlərinə layiq olum. Var ol.